Salam, bir günümü sizinlə paylaşacağıma söz vermişdim və budur. Hazırlaşıram, gördüyünüz kimi biraz parfüm vururam, Faberlic'in ən sevdiklərimdən. İndi çəkilişə gedirəm, bir xanım var, onunla çəkilişimiz olacaq. Gəldim, baxın, bura həm evdir, həm də studiyada çox gözəldir. Dedilər ki, sən gəlsən deyə çay süfrəsi açırıq. Ayalı, o qədər xoşbəxt oldum ki, anlatamam. Çayımı içdim, uşaqların əl işinə baxdım. 5 yaşdan 15 yaşa kimi olan uşaqların əl işini göstərdim sizə. Valla bayıldım yəni. Müəllimimiz də burada uşaqlara rəsm çəkməyi öyrədir. Çox bacarıqlı uşaqlardır maşallah. Deyəcəksiniz ki, bu qız doymur. Hə, doymuram valla həqiqətən də. Burada çox gözəl mənzərə var dedim sizə göstərim. Nəysə, artıq çıxdım. Nəysə dedim, liftdən də bir lookumu göstərim. Taksini gözləyirəm ki, gəlsin, gedim. Günün ikinci günündən hər kəsə salam. Bugün biraz sport geyindim. Artıq taksiyə mindim. Taksidən biraz kəsintilər çəkirəmsə, məhləyə girdim. Burada düşürəm, fıtı. Artıq gəldim, çatdım. Həm dediyim kimi evdir, həm də studiyada. Bu çox gözəl bir fikirdir, həqiqətən mən çox bəyəndim. Burada bəzi detallar var ki, onları özüm düzəldirəm. Daha sonra yenə bir çəkiliş edirəm. Ayşən xanımın burada əl işinə baxın, çox gözəldir həqiqətən. Bununla bağlı Instagramda daha detallı paylaşacağam. Çünki mən çox bəyəndim. Yenə Ayşən xanımın incəliyi mənə çay süfrəsi açıb, çox sağ olsun. Qəşəng bir söhbət elədik. Söhbətimizə yaxşı keçdi və işimi bitirdim, getdim. Sağ olun, bay bay.